Möhtərəm müsəlmanlar, dəyərli qardaşlar, bugün dinimizdə ən əzəmətli ibadətlərdən biri olan Əl-əmru bil-ma'ruf və nəhyü anil-munkar haqqında danışacağıq. Nə deməkdir bu? Yaxşılığı əmr edib, pislikdən çəkindirmək ibadəti. Möhtərəm müsəlmanlar, bu elə bir ibadətdir ki, bütün peyğəmbərlərin gətirmiş olduğu şəriətdə var idi. Adəm peyğəmbərdən sonuncu peyğəmbər Muhammed Mustafa sallallahu aleyhi ve sellem'e qədər bütün peyğəmbərlərin ümmətində bu ibadət var idi. Baxın, Allah Azze ve Celle Quran-ı Kerimdə kitab əhlindən iman gətirənləri tərifləyərkən, onları mədh edərkən, onlar haqqında özəlliklə yaxşılığı əmr edib, pislikdən çəkindirdiklərini xəbər verir. Allah Azze ve Celle Quran-ı Kerimdə buyurur ki, Leysu sevâ'a, onların hamısı eyni değildir. Min əhlil kitabi ummetun qaimetun yetlûne əyətillahi ənâ'el-leyli və hum yescudun. Kitab əhlindən elə kimsələr vardır ki, onlar haqq üzrə sabit qalıb, səcdəyə qapanaraq gecələri Allahın ayələrini oxuyarlar. Yu'minuna billahi vel yevmil ahir. Onlar Allah'a və axirət gününə iman gətirərlər. Və ya'muruna bil ma'ruf və yenhavuna 'anil munkar. Onlar yaxşılığı əmr edib pislikdən çəkindirərlər. Və yusari'una fil xeyrat və xeyir işlərdə yarışarlar. Və ulaika minas salihin. Onlar salihlərdəndirlər. Baxın dəyərli qardaşlar, bu ayət-i kərimədə Allah Azze ve Celle kitab əhlindən haqq üzrə sabit qalıb, onları tərifləyərkən, onların özəlliklə yaxşılığı əmr edib, pislikdən çəkindirdiklərini bizə xəbər verir. Baxın, Allah Azze ve Celle kitab əhlindən tərifləyərkən, onların özəlliklə bu əməlini zikr edir. Eyni şəkildə də onları zəmm edərkən, onları qınayarkən də bu əməldən üz çevirdikləri üçün onu açıqca bizə xəbər verir. Baxın, Allah Azze ve Celle Quran-ı Kerimdə buyurur ki, Ya bəni İsrail əzkuru ni'mətiyəlləti ən'amtu aleykum və ənni faddatukum aləl-aləmin. Allah Azze ve Celle buyurur ki, ey İsrail övladları, sizə bəxş etdiyim nimətləri və sizi aləmlərə üstün qıldığımı xatırlayın deyir, subhanallah. Bu ayətdən də görürük ki, bəli, İsrail övladları o zamanlar aləmlərdə ən üstün ümmət idilər. Lakin sonradan onlar o üstün məqamdan aşağı indi, hətta Allahın lənətinə gəldilər. Nə üçün lənətə gəldilər? Bu vaxtda Allah Azze ve Celle bizə xəbər verir, buyurur ki, لُعِنَ الَّذ۪ينَ كَفَرُوا مِنْ بَنِي إِسْرَائِيلَ عَلَى لِسَانِ دَاوُودَ وَعِيسَى بْنِ مَرْيَمَ. İsrail oğullarından kafir olanlar, küfr edenler, Davud'un dili ve Meryem oğlu İsa'nın dili ile lənətləndiler. Subhanallah. Bakın değerli kardeşler, iki böyük peygamberlerin dili ile onlara lənət okunmuştur. Bəs görəsən nə üçün bunlara lənət okundu? Uca Allah buyurur ki, ذَٰلِكَ بِمَا عَسَوْا وَكَانُوا يَعْتَدُونَ. Bu ona göredir ki onlar asi oldular ve Allah'a karşı hədlərini aştılar. Necə aştılar değerli kardeşler? Hemen bu ayetin ardında Allah Azze ve Celle bize izah edir ve bize haber verir ki كَانُوا لَا يَتَنَاهَوْنَ عَنْ مُنْكَرٍ فَعَلُوهُ. Onlar pis işler gördükleri zaman onları hatırlatmırdılar, ondan qadağan etmirdiler, pislikten çəkindirmirdiler. لَبِئْسَ مَا كَانُوا يَفْعَلُونَ. Ettikleri necə də pisdir. Baxın değerli kardeşler, Allah Azze ve Celle bize onların lənətə gəlməsinin səbəblərindən biri də onlar pis işlərdən bir-birlərini çəkindirmirdiler. Bu da yaxşılığı əmr edib pislikdən çəkindirmənin nə qədər əzəmətli, nə qədər önemli olduğunu göstərir. Değerli kardeşler, Allah Azze ve Celle Kur'an-ı Kerim'de ümmet Muhammed olarak biz Muhammed ümmetini bütün ümmetlerin üstünü etmiştir. Bütün ümmetlerden en üstünü bilin ki ümmet Muhammed'dir sallallahu aleyhi ve sellem.
Allah Azze ve Celle buyurur ki kuntum hayra ummetin uhricet linnas te'muruna bil ma'ruf ve tenhavuna anil munkar ve tu'minuna billah ila ahiril ayet. Allah Azze ve Celle buyurur ki siz insanlar için çıkarılmış en hayırlı ümmetsiniz. Yaxşılığı emredip pislikten seçindirirsiniz ve Allah'a iman getirirsiniz. Hazreti Ömer radıyallahu anhu, Allah ondan razı olsun, bu ayeti okuduktan sonra dedi ki kim bu ümmetin en hayırlarından olmak istəyirsə, bu hayırlı ümmetten olmak istəyirsə mütləq bu ayete geçen iki büyük şərti yerinə yetirsin. O hansı şərtdir? Birincisi, onlar yaxşılığı əmreder, pislikten çəkindirərlər. İkinci şərt isə onlar Allah'a iman gətirərlər. Bakın değerli kardeşler, bu bəzən bizim qəflə düşdüyümüz əməllərdən biridir. Bəzən biz yaxşılığı əmr etməyi unuduruq, bəzən pislikdən çəkindirməyə unuduruq və yaxud da utanırıq və yaxud da qorxuruq. Allah Azze ve Celle bize bu haqda çok oxuyabilir ayetler, lakin vaxtımız bize el vermir ki bunu biz açıkça izah eder. Lakin değerli kardeşler, onu diyelim ki İmam Tirmizi'nin rivayet ettiği hadiste Allah Resulü aleyhissalatu vesselam buyurdu ki وَالَّذ۪ي نَفْسِي بِيَدِهِ Resulullah sallallahu aleyhi ve sellem and içirdir ki canın elinde olan Allah'a and olsun ki siz ya mütləq xeyri əmredib, yaxşılığı əmredib, pislikdən çəkindirəcəksiniz və yaxud da sizə Allah tərəfindən elə bir əzab gələr ki, ondan sonra nə qədər dua etsəniz belə duanız qəbul olunmaz. Değerli kardeşler, bu çok önemlidir. Bu bir ümmetin həlakıdır. Bir ümmetten bereketin qalxmasının səbəbidir. Allah Resulü Aleyhisselatü Vesselam açıq şəkildə xəbərdar edir ki, canım əlində olan Allah'a and olsun ki, ya siz mütləq yaxşılığı əmr edib pislikdən çəkindirəcəksiniz və ya sizə Allah tərəfindən əzab gələcəkdir ki, ondan sonra nə qədər dua edirsiniz edin, duanız qəbul olmaz, müstəcəb olmaz. Ona görədir ki, bakın günümüzdə öz halımıza baxaq. Çox təəssüflər olsun ki, bəzən biz haqlı olduğumuz halda haqsız duruma düşürük. Məsələn, qardaşlardan biri deyirdi ki, evlənmək istədim və evlənərkən öz ailəmə dedim ki, toyunda çalğı olmayacaq, insanlar bir arada, qadınlar işte bir arada olmayacaq, içki olmayacaq deyə xəbər verdim. Lakin atam, anam, bütün qohumlarım mənə qarşı gəldilər və mənə dəvət etməyə çalışdılar. Subhanallah. Halbuki əksinə olmalıdır. Biz o haramları onlara qadağan etməliyik, gözəl şəkildə izah etməliyik, yaxşılığı əmr etməliyik. Və həqiqətən də biz əgər bu əməlləri tərk etsək, o zaman bərəkət aradan qalxar, dəyərli qardaşlar. Həqiqətən də elədir, biz müsəlmanlar bunu tərk etdiyimizə görə bəzi əməllər baxırsınız ki, artıq bizə qarşı önəmlidir. Hətta bir müsəlman yoldan getirsən, görürsən ki, sənə təklif edirlər, gəl puluzdasan al. Halbuki bu qumardır. Tərk etməz, sahibkar olsun və yaxud da dövlət tərəfindən olsun, bəzən lotereya deyə qumarı təqdim edirlər. Bunlar hamısı qumardır və Allahın haram etdiyi şeylərdir. Biz müsəlmanlar yaxınlarımıza, tanışlarımıza, yolda gördüklərimizə bunların haram olduğunu onlara xəbər verməliyik. Lakin bəzən müsəlmanlar utanır, bəzən qorxur, bəzən də qəflətdə olduğuna görə bunları demir, ona görə də bərəkət qalxır və ümmət artıq dağılmağa başlayır. Değerli kardeşler, tabii ki biz dəvət edərkən, yaxşılığı əmr edərkən, pislikdən çəkindirərkən mütləq Peyğəmbər sallallahu aleyhi və səlləmi özümüzə örnek almalıyıq və xitab edərkən hikmətli davranmalıyıq. Baxın, bəzən elə bir münkər, elə bir pis əməlin şahidi olarsan ki, sən ona elə bir tərzdə deyərsən, sərt şəkildə deyərsən, adam sırf sənin bu dediyinə görə, bu şəkildə danışdığına görə onu etməz. Ona görədir ki, hikmətli davranmaq lazımdır. Həzrət Əli deyir ki, Kərramallahu vəcihə, Allah ondan razı olsun, deyir ki, Xatibun nəsə alə həsəb uqulihim ətubidunə yükəzzəballahu və rasuluh. İnsanların ağıllarına görə xitab edin. Yoksa siz Allah ve Resulünün inkar edilmesini mi istəyirsiniz?
Yəni demənin də tərzi vardır. Baxın, Allah Azze ve Celle Kur'an-ı Kerim'de bize iki böyük peygamberi örnek verir. Musa peygamber ile Harun peygamber. Allah Azze ve Celle Kur'an-ı Kerim'de buyurur ki İzheba ila firavuna innehu taga. Yani ey Musa, ey Harun, siz Firavun'un yanına gidin, o haddini aşmıştır. Fekula lehu kavlen leyyina. Ona yumuşak söz söyleyin. Leallahu yetezekkara ve yakşa. Olabilsin ki öğüt nasihat alsın, hatırlasın da korksun. Bakın, Firavun bilir ki en büyük tağut idi. Ve utanmadan tekebbürlük göstererek insanlara deyirdi ki Ene rabbukumul a'la, ben sizin en büyük Rabbinizim deyirdi. Lakin buna bakmayarak Allah Azze ve Celle iki peygambere emredir ki ona yumuşak söz söyleyin. Subhanallah. Onun için biz değerli kardeşler, biz bunları göz önünde bulundurarak bu şekilde davet etmeliyiz. Ve hemsinin Allah Azze ve Celle Kur'an-ı Kerim'de buyurur ki Ud'u ila sebil rabbike bil hikmeti vel mev'izel hasene. Allah buyurur ki Rabbinin yoluna hikmet ile ve güzel öğüt nasihat ile davet et. Ve onlar ile en güzel şekilde mübahisə apar. Bakın bizim örneğimiz bu olmalı değerli kardeşler. Ona göredir ki etrafımızda ne kadar münker, ne kadar günah işler görülürse onlardan bizim de payımız olacaktır. Biz Müslümanlar bunu dinleriyiz ve utanmamalıyız ve onlara haberdarlık etmeliyiz. Değerli kardeşler, alimler ittifak edibler ki el-emr bil-ma'ruf, yani yaxşılığı emretmekte, pislikten səhlədilməkdə üç şey üzere ittifak edibler. Onlardan biri odur ki, mükellef insan, Müslüman, hatta zənn etsə ki, mən qarşı tərəfə nə qədər dəvət eləsəm, xeyrə çağırsam və yaxud da pislikdən uzaqlaşdırmağa çağırsam, xeyri olmayacaq. Alimlər ittifak ediblər ki, yenə də sənin üzərində fərzdir ki, vacibdir ki, o deyəsən. Çünki sən bununla mükellef deyirsən ki, o iman gətirəcək yoxsa yox. Sənin üzərində düşən o dəvəti etməkdir. Necə ki, Uca Allah Quran-ı Kerimdə buyurur ki, "Mə alə rasul illəl bəlağ." Peyğəmbərin üzərinə sadəcə və sadəcə çatdırmaq düşür, xəbərdar etmək düşür. Yəni, birincisi odur ki, heç vaxt qarşı tərəfdə fayda olmayacağını düşünərək bunun bizdən qalxdığını düşünməməliyik. Yəni, bu fərzdir. Heç vaxt bu hökm aradan qalxmaz. Bunun en büyük örneği neye verebiliriz? Yasin suresinde bilirik ki Allah Azze ve Celle bize üst peygamber hakkında haber verir. Ve o peygamberlerin kimliği hakkında bize bilgi verir. Allah Azze ve Celle Kur'an-ı Kerim'de buyurur ki وَضْرِبْ لَهُمْ مَثَلًا أَصْحَابَ الْقَرْيَةِ إِذْ جَاءَهَا الْمُرْسَلُونَ. Ey peygamber, sen onlara bu şehir sakinlerinin misalını çək. Elə ki onlara peygamberler geldi. Allah Azze ve Celle değerli kardeşler, o ümmete İki peygamber aynı anda gönderdi. İki elçi aynı anda gönderdi. O zaman buyurur ki اِذْ أَرْسَمْنَا اِلَيْهِمْ اُسْنَيْنِ فَكَذَّبُوهُمَا. Biz onlara iki elçini, iki peygamberi gönderdik. Onlar bu iki peygamberin ikisini de yalanladılar, inkar ettiler. Allah Azze ve Celle buyurur ki فَعَزَّزْنَا بِثَالِثٍ. Biz üçüncü peygamberi de gönderdik ki onları kuvvetlendirer. O iki peygamber güçlensin, onlara davet etsin. Ve onlar dediler ki, ey kavmimiz, biz size gönderilmiş peygamberlerik, elçilerik. Lakin o kavim iman getirmedi. Burada bizim istişhad ettiğimiz məqam hansıdır? Bunu kendin o şehir şehirde en uzaq yerde kalan yaşlı bir insan eşidir ki, peygamberleri merkezde, insanların ortasında onlara hədəf oxu gəlirlər, onlara iman gətirmirlər, öz xəstə halında qaça-qaça o mərkəzə getdi. Allah Azze ve Celle o kimsə haqqında buyurur ki, وَجَاءَ مِنْ أَقْصَى الْمَدِينَةِ رَجُلٌ يَسْعَى. Şəhərin ən uzaq yerindən bir kişi tələsə-tələsə, qasa-qasa gəldi ki, قَالَ يَا قَوْمِ اتَّبِعُوا الْمُرْسَلِينَ. Dedi ki, ey qövmüm, peyğəmbərlərə itaat edin. İttebi'u men la yes'alukum ecran ve hum muhtedun. Sizden bu davetin karşılığında hiç bir mal, mülk istemeyen ve özlerinde doğru yolda olan peygamberlere itaat edin. وَمَا لِيَ لَا أَعْبُدُ الَّذِي فَطَرَنِي وَإِلَيْهِ تُرْجَعُونَ. Mənə ne olmuştur ki, beni yaradan Allah'a
ibadət etməyin və sizlər də hamınız ona döndəriləcəksiniz. Əttəxizu min dunihi əlihətən, mən Allahdan başqa ilahlar qəbul edərəmmi? Əgər Rəhman olan Allah mənə bir zərər getirmək istəsə, sizin o bütlərinizin heç biri mənə şəfaətçi ola bilməz və məni qurtara bilməzlər. Əgər mən belə etmiş olsam, o zaman mən də yolumu azmışlardan olaram. İnni əməntu bi rabbikum fəsma'un. Həmən adam dedi ki, ey qövmüm, mən sizin Rəbbinizə iman gətirdim, bunu eşidin. Baxın, bu adam təbii ki, onun dəvəti 3 dənə peyğəmbərin dəvəti qədər ola bilməz. O özü də yaxşı bilirdi ki, onun sözünə qulaq asmayacaqlar. Çünki 3 böyük peyğəmbər gəlmişdir, onlara dəvət edirlər, onlara qulaq asırlar. Lakin bu adam yenə də öz yaxşılığını əmr etməyini unutmadı. Və gəldi öz qövmünə yaxşılığı əmr etdi, pislikdən çəkindirməyə cəhd göstərdi. Və onlar orada həmən o insanı öldürürlər, şəhid edirlər. Və o adam deyir ki, Uca Allah buyurur ki, ona deyildi ki, qiylə duxulul cənnə. Get cənnətə daxil ol. Həmən adam dedi ki, kaş ki mənim qövmüm biləydi, Rəbbim məni necə bağışladı və məni ikram verdiyi kimsələrdən etdi. Baxın, İbn Abbas deyir ki, yeganə insandır ki, həm sağ ikən, həm də öldükdən sonra öz ümmətinə yaxşılığı istəyir, onlara nəsihət istəyirdi. O nə üçün istədi ki, öz qövmü bilsin ki, Allah onu bağışladı, onu ikram etdiyi kimsələrdən etdi. İstəyirdi ki, bunu eşitsinlər, onlar da iman gətirsinlər. Lakin onun bu istəyini Allah Azze və Cəllə qəbul edir, bizə Quran-ı Kərimdə xəbər vermişdir. Və İbn Abbas deyir ki, bax, müsəlman bu şəkildə olmalıdır. Sağ ikən də öləndən sonra da o öz qövmünə nəsihət etmək istəyir, onlar üçün xeyir istəyirlər. Deməli, dəyərli qardaşlar, alimlərin ittifaq etdiyi məsələ birinci odur ki, sən qarşı tərəfə faydasının olmadığını bilsən belə, o əmri etməkdən sən qurtulmazsan. Yəni, sən o əmri etməlisən. O hüküm səndən qalxmaz. İkincisi, dəyərli qardaşlar, alimlər ittifaq edirlər ki, hətta sən özün o əmələ etməsən belə, yaxşı əmələ etməsən belə, yenə də onu başqalarına əmr etməlisən. Pisliyi etsən belə, başqalarını pislikdən çəkindirməlisən. Nəyə görə? Çünki yaxşılığı əmr edərkən, dəyərli qardaşlar, pislikdən çəkindirərkən, bunun iki halı vardır. Birincisi, hər bir insan öz nəfsinə yaxşılığı əmr etməli, onu pisdən çəkindirməlidir. Bu özü üçündür. İkincisi isə, yaxşılığı digər insanlara əmr etməli və onları pisliklərdən çəkindirməlidir. Əgər bir insan qüsur edirsə, öz nəfsinə yaxşılığı əmr etmirsə, pislikdən çəkindirmirsə, bu o demək deyil ki, başqalarını dəvət etməməlidir. Bu da şeytan ola bilər. Buna məsəl, bir insan deyir ki, mən içki içirəm, ona görə namaz qılmıram. Bu şeytandandır. Sən içki içsən belə, bunun ayrıca böyük bir günahı vardır ki, sənə yazılır. Lakin sənin ibadət etmədiyinə görə isə ayrıca bir cəza vardır ki, bu da ən böyük günahlardandır. Üçüncü hal isə, dəyərli qardaşlar, yaxşılığı əmr etmək, pislikdən çəkindirmək xüsusi insanlara aid deyildir. Məscid imamlarına, alimlərə, şeyxlərə, şəxslərə aid deyildir. Bütün insanlara fərzdir ki, öz ətrafında yaxşı bildiklərini yaxşılığı əmr etsinlər, pis bildiklərini isə onlardan çəkindirsinlər. Və Uca Allah bizə başqa ayət-i kərimədə xəbər verir, dəyərli qardaşlar. Əshab-ı Saf, biz şənbə xalqı haqqında danışmışıq. Allah Azze və Cəllə Fələstin Əylə şəhərində bir kənd sakini var idi ki, onlar haqqında bizə xəbər verir. Və o kənd sakinlərinin əhalisi sayı təqribən 100 min insana yaxın idi, 100 min nəfər idi və onların əsas keçimi balıq tutmaq ilə məşğul edirlər. Allah Azze və Cəllə onları imtihan edir, onlar Allah'a üstən edirlər, imtihan edir və onlara şənbə günü balıq tutmağı qadağan edir. Və Uca Allah bunu qəti şəkildə onlara bildirir. Onlar nə edirlər? Onlardan bir dəstə insan hilə quraraq Allah'ı alıtmaq istədilər. Və onlar cümə günü şəbəkəni atdılar dənizə, şənbə günü qaldı, bazar günü götürdülər. Sanki bunlar şənbə günü balıq tutmadılar. Halbuki dəyərli qardaşlar, həftənin 6 günü, digər 6 günündə balıqlar çox az idi. Lakin şənbə günü Allah'ın imtihan etdiyi o gün isə
balıqlar o qədər çox idi ki, əllə tutsan, əllə tuta bilərdin bəlkə də. Lakin bu insanlar nəfslərinə qalib gəlmədilər və hiylə qurdular. Hətta bəziləri dənizdən o çukur qazdılar ki, kanal qazdılar ki, balıqlar özləri gəlsin, düşsün ora, şənbə günü qalsın, bazar günü götürsünlər. Lakin dəyərli qardaşlar, bu elə bir əmrdir ki, Allah Azze ve Celle bizə bu hadisədən sonra o xalqda üç qisim insanlar bölündü. O da bizə xəbər verir. Uzaq Allah buyurur ki, o insanlar, bir qisim insanlar balığı tutdular. Allah'a üsyan ettiler. Bir kısım insanlar onlar balık tutmadılar ve tutanları da nasihat ettiler. Dediler ki bunu etmeyin, Allah'a üsyan etmeyin dediler. Üçüncü bir kısım da ortaya çıktı. Onlar Allah'ın qadağan ettiği günde balık tutmadılar. Lakin buna bakmayarak onları bu pis əməllərdən çəkindirmədilər və onlara yaxşılığı əmr etmədilər. Əksinə onlara yaxşılıq əmr edənləri onlara diyorlar ki, siz ne için bunları dəvət edirsiniz? Zaten bunlara hiçbir fayda yoktur. Uzaq Allah Quran-ı Kərimdə buyurur ki, onlardan bir tayfa dedi ki, siz Allah'ın həlak edəcəyi, Allah'ın şiddətli əzab verəcəyi kimsələri ne için nəsil edirsiniz? Ona dediler ki, قَالُوا مَعْذِرَةً إِلَى رَبِّكُمْ وَلَعَلَّهُمْ يَتَّقُونَ Biz bunu edirik ki, Allah katında bizim özürümüz olsun. Ve belki onlar da Allah'tan korkarlar. Uca Allah bize haber verir, buyurur ki فَلَمَّا نَسُوا مَا ذُكِرُوا بِهِ اَنْجَيْنَا الَّذ۪ينَ يَنْحَوْنَ عَنِ السُّوءِ Elə ki onlara xəbərdar edilmiş şeyleri, əmirləri unuttukları zaman unuttular, terk ettiler. Biz onları pislikten çəkindirənləri kurtardık diyor Allah s.a.v. Fikir verin, kənarda qalıb onlara yaxşılığı əmr etməyənlər haqqında bize bilgi verilmir. Uzaq Allah buyurur ki, onları pislikten çəkindirənləri biz kurtardık. Fasikləri günah ettiklerine göre o zalimleri da şiddetli bir əzab ile yaxaladık. Değerli kardeşler, İbn Abbas deyir ki, o balığı tutmayıp onlara nəsihət etmeyen, yani yaxşılığı əmr etmeyen, pislikten çəkindirmeyen qismi haqqında deyir ki, onlar hakkında bizde bilgi yoktur. Böyük ihtimal o da həlak olanlardandır. Ve Allah Azze ve Celle onların adını zikretmir. Neye göre? Çünkü o isim Allah'ın emirlerini öz qövmünə təbliğ etmeyi terk ettikleri kimi Allah Azze ve Celle onların halı hakkında da bizde haber vermir, onların halını terk edir. Bu da el-ceza min cinsil amel babındandır. Yani ceza en cinsten olan. Uca Allah buyurur ki فَلَمَّا عَتَوْ عَمَّا نُهُ عَنْهُ قُلْنَا لَهُمْ كُونُوا قِرْدَةً خَاسِئِينَ Elə ki özlerine koyulan qadağanı bozukları zaman biz onlara həqir, zəlil meymunlar olarak meymunlar olun diye emrettik. Ve onlar da meymuna döndüler. Kimler ki balık tuttular, kimler ki bu qadağanı pozdular, onların yaşlıları domuza, zamanları ise meymuna döndüler. Hatta tefsirlerde var olur ki o insanlar heyvana dönüştükten sonra onların qohumları tanıyabilmirdi onlar. Çünkü danışabilmirdiler. Ve herkes öz qohumunun yanına gittiği bu şekilde bildi ki bu bunun kardeşidir, oğludur, eyak dəmisidir, kimdirsə. Ve onlar 3 gün 3 gece o şekilde ağlayıp öldüler, hiçbir nesil artırmadılar. Değerli kardeşler, burada bize ibretler var ki, biz Müslümanlar pisliği gördüğümüz zaman mütlak onları o pislikten çəkindirməli, onları xeyre dəvət Değerli kardeşler, dedik ki, yaxşılığı əmr etmək, pislikten çəkindirmək her bir Müslümanın üzerine fərzdir, vazifdir. Ve biz bu meselede qəfil olmamalıyız. Ve Allah Azze ve Celle Kur'an-ı Kerim'de müminlerin sıfatını zikrederken hatta onların namazdan önce onların bu özel sıfatını zikredir. Uzaq Allah Kur'an-ı Kerim'de buyurur ki وَالْمُؤْمِنُونَ وَالْمُؤْمِنَاتِ بَعْضُهُمْ أَوْلِيَا بَعْضٍ Mümin kişiler ve mümin kadınlar birbirlerinin birbirlerinin dostlarıdırlar. يَأْمُرُونَ بِالْمَعْرُوفِ وَيَنْهَوْنَ عَنِ الْمُنْكَرِ Onlar yaxşılığı emreder, pislikten çəkindirərlər ve namaz kılanlar, zekat verenler Allah'a ve onun peygamberine itaat ederler. Allah Azze ve Celle onları bağışlayacaktır. Hakikaten Allah kudret ve hikmet sahibidir. Subhanallah. Bakın değerli kardeşler, bu elə bir sifətdir ki, bundan qəflə düşmək əsla olmaz. Çünkü biz Müslümanlar
bizə ətrafımızda nə görürsə, mütləq onu bildirməliyik. Həqiqətən də ətrafımızda mümkün olan şeylər, haram olan şeylər o qədər çoxdur ki, biz əgər bunları tərk etsək, əksinə onlar bizi batıla dəvət edəcəklər. Ona görə ehtiyatlı olmaq lazımdır, dəyərli qardaşlar. Və eyni zamanda dünyada olan bütün məzlumları xatırlayaq, onlar üçün dua edək. Özellikle bilirik ki, Çində də Müslüman Uyğur püşləri vardır ki, onlara böyük zulümlər olunur. Lakin mətbuatda heç bir yerdə onlar haqqında məlumat verilmir. Halbuki onlara edilən zulümlər, dəyərli qardaşlar, insan xatırlayanda belə, təsəvvür edəndə belə dəhşətə gəlir. Bu insanları alırlar, qadınları, uşaqları, kişiləri həbs edirlər. Hətta bəzi ailələrə, hər bir ailəyə bir Çinli kişi yerləşdirirlər. Halbuki dəyərli qardaşlar, bu zulümlər əsla unudula bilməz. Belə deyək, bu insanlar kafir belə olsa, ən azından əxlaqlı kafir olmalısan. İnsanın bir hissiyatı olar, insanın bir şuuru olar. Kişi kimi insan olsa, mübarizə aparmalısan. Yoxsa bunlarda, bu Çində olan zulümlərə baxdığınız zaman görürsən ki, onlarda heç bir ruh yoxdur, heç bir əxlaq yoxdur.